Bu bilirsiniz nədir? Hansı bölgələrdən çox hazırlanır, yorumlarınızı gözləyirəm. Əsl ana yeməyi. Qozlu aş hazırlamasını yaxın atın dostlar. Kişnəsən amert atı, mərd o yuvaya dönər. Anamla video çəkirəm, anamın mükəmməl yeməyi və qozlu aş. Əslində bu quru ətdən olur. İndi quru əti əldə edə bilmədiyimizə görə ətimizi qovururuq. Mükəmməl dadı var. Xahiş edirəm ki, həm pişirsin, həm öyrətsin, həm yeyək. İzləməyə davam edin. Bu dünya sirli dünya, sirleri dürlü dünya. Bu dünya sirli dünya, sirleri dürlü dünya. Gelmiş ya çak gedey, gelmiş ya çak gedey. Heremiz birini dünya, heremiz birini dünya. Deyirəm düzel dünya, deyirəm düzel dünya. Güzel mi güzel? Kərə yağıdır. Öncədən ərinmiş kərə yağını əlavə edirik. Siz bütöv kərə yağı da qoya bilərsiniz. Ərinmişini də qoya bilərsiniz. Əsas ki, dadı möhtəşəm olacaq. Uzanır güzel dünya. Gördüyünüz kimi altına da mütləq dəmir lis qoyulmalıdır. Van kodda 50 dəqiqə 1 saat nəticəni görəcəksiniz. Bax, sənət budur. Bir üstə kimdən öyrənmiş? Analarımızdan, nənələrimizdən. Allah bütün anaları qorusun. Başda anam olmalıdır. Bu əsl sənət. Anamın aşı duzlu, öldülər içənləri, öldülər içənləri. Nuş olsun yiyənlərə.